Sumqayıtda 50 sayılı uşaq bağçasının müdirəsi Təranə Cəfərovanın alveri rüşvət içində boğulan bağça müdirəsi həbs oluna bilər. Bugünkü günümüzdə ölkəmizin ən çətin durumda olan sahəsi təhsil sahəsidir. Doğrudur ki, bu sahənin düzəlməsi üçün lazımi addımlar atılır və atılmaqdadır. Amma hələ də köhnə qaydalarla rüşvət mexanizmini işə salan məktəb direktorları, bağça müdirələri var. Bunlardan biri də Sumqayıtda yerləşən 50 sayılı uşaq bağçasının müdirəsi Təranə Cəfərovadır. Təhsil millətin gələcəyidir sözlərini başa düşməyən Təranə Cəfərovanın bağçasında köhnə hamam köhnə tasdır. Kiçik yaşda uşaqları da rüşvət bataqlıqlarına bulaşdırırlar. Redaksiyamıza verilən məlumata görə Təranə Cəfərova 50 sayılı bağçada ölü canlar saxlayır. Bağça müdirəsi öz yaxınlarının adını işə yazdırmaqla kartları özündə saxlayır. İşçilərin birinin əmək haqqısı 520-600 manat arası dəyişir. Tabelada olan ştatların 40% isə işə çıxmır, yəni ölü candır. Daha sonra deyilən məlumatda deyilir ki, müdirə mühasib vəzifəsinə yaxın adamını təyin edib, mənimsənilən pulları rahatlıqla xırd edir. Bağçada 4 qrup fəaliyyət göstərir və layihə üzrə 220 uşaq qəbul edə bilir. Bizdə olan məlumata görə bir nəfəri 30 manatdan olmaqla 150 nəfərdən pul yığılır. Yığılan 4500 manat pulun birbaşa müdirənin cibinə getdiyi bildirilir. Uşaqların yemək xərci kimi ayrılan məvacibin də rahatlıqla mənimsənildiyi deyilir. Körpələrə vaxtı keçmiş məhsullar verildiyini mediadan oxumuşduq. Bağçalara gələn yoxlamaları da yolan salan müdirənin işləri tam olaraq yolundadır. Müdirə Təranə Cəfərova Abşeronxızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya da aylıq tas verdiyi bildirilir. Hər yerə görün baxım edən bağça müdirəsinə gözün üstə qaşın var deyən olmur. Görünəni odur ki, Sumqayıt şəhərində yerləşən 50 sayılı uşaq bağçasının direktoru heç Təhsil naziri Emin Əmrullayevi də saymır. Rüşvəti təhsildən yığışdırmaq iddiasında olan Təhsil naziri Emin Əmrullayevi saymayan Təranə Cəfərovanın arxasında kimin durduğu hər kəsə maraqlıdır. Yəqin ki, yazılan faktlar araşdırılar və 50 sayılı uşaq bağçasının müdirəsi Təranə Cəfərova cəzalanar.